Elə hekayələr var ki, təkcə insanların yox, bütöv bir millətin taleyini dəyişir. Bugün məhz belə bir hekayədən, bir evlilikdən danışacağıq. Amma bu adi bir izdivac deyil, əsla. Bu iki nəhəng, bir-birinə rəqib olan imperiyanın, qədim Sasani Fars imperiyası ilə yepyeni İslam dünyasının qovuşma hekayəsidir. Və bütün bu möhtəşəm hekayənin mərkəzində kimlər dayanır? Bir şahzadə və bir imam. İlk baxışdan qəribə səslənir, deyilmi? Necə yəni? Tək bir evlilik iki böyük imperiyanı birləşdirsin. Bax, bu sual bizim bugünkü söhbətimizin əsas mövzusudur. Çünki bu hadisə əslində bir fəth hekayəsini, bir məğlubiyyəti alıb tamamilə başqa bir şeyə çevirdi. Bir davamlılıq və şərəf hekayəsinə. Gəlin hekayəmizə başlayaq. Hər şey İmam Hüseyn və Sasani şahzadəsi Şəhribanunun dramatik, dillər əzbəri olan hekayəsi ilə başlayır. Bu sadəcə bir rəvayət deyil, İranın kollektiv yaddaşına həkk olunmuş bir dastandır. Əfsanə bizə nə danışır? Deyir ki, Şəhribanu qüdrətli Sasani imperiyasının sonuncu hökümdarının qızı idi. İmperiya çökəndən sonra o, qaliblərin paytaxtı Mədinəyə bir əsir kimi gətirilir. Amma talih onun üçün tam başqa bir yol cızmışdı. O, burada İslamın ən hörmətli ailələrindən birinə gəlin köçür. Peyğəmbərin nəvəsi İmam Hüseynlə evlənir və bu evlilikdən sonraki bütün Şiə imamlarının ulu babası sayılan bir oğul dünyaya gəlir. Bu birliyin nəticəsi o qədər əhəmiyyətli idi ki, onların oğluna xüsusi bir ad verildi. İbn el-Xiyarəteyn. Tərcüməsi, iki seçilmiş nəslin oğlu deməkdir. Bilirsiniz, bu sadəcə bir titul deyildi. Bu, həm peyğəmbərlik irsinin, həm də qədim Fars kral nəslinin, yəni iki böyük sivilizasiyanın qanının bir insanda birləşməsinin canlı simvoluydu. Yaxşı, bura qədər hər şey bir əfsanə kimi gözəldir. Amma hekayə məhz bu nöqtədə daha da mürəkkəbləşir. Çünki biz əfsanə aləmindən çıxıb, biraz da tarixi sirlərə başvurmalıyıq və görürük ki, ən erkən mənbələr bu hekayəyə deyəsən biraz şübhə ilə yanaşır. Baxın, problem də məhz burada ortaya çıxır. Bir tərəfdə hamının bildiyi dillər əzbəri olan o məşhur əfsanə var. Ana bir Fars şahzadəsidir. Amma digər tərəfdən ən qədim tarixi mənbələri vərəqləyəndə qarşımıza tamam başqa bir mənzərə çıxır. Orada yazılır ki, imamın anası Sinddən gətirilmiş bir cariyə olub, adı da ya Gəzzalə, ya da Səlafə. İndi sual budur, biz hansına inanmalıyıq? Əsrlərdir danışılan əfsanəyə, yoxsa ilk mənbələrin pıçıldadığı tarixə? Və məhz bu sualla hər şey daha da maraqlı olur. Bəlkə də doğru sual nə baş verdi sualı deyil. Bəlkə də əsl sual budur. Bu hekayə bir əfsanə olsa belə, niyə bu qədər vacib oldu? Çünki onun gücü tarixi dəqiqliyində deyil, daşıdığı o dərin, o simvolik mənadadır. Yaxşı, gəlin indi bu sirrin pərdə arxasına baxaq. Bu hekayənin əsl mənasını anlamaq üçün biz mütləq İslamdan əvvəlki Fars mədəniyyətində çox vacib bir anlayışı başa düşməliyik. Bu anlayışın adı xvarna və ya fərdir. Bu sadəcə güc, hakimiyyət demək deyil. Xeyr, bu Tanrı tərəfindən bəxş edilən ilahi bir nur, bir şöhrət, hökmranlıq üçün müqəddəs bir haqq idi. Bütün Sasani şahlarının hakimiyyətinin qanuniliyi, yəni legitimliyi məhz bu anlayışa söykənirdi. Beləliklə, məntiqi ardıcıllıq belə qurulurdu. Birincisi, Sasani şahları o ilahi xavarnaya sahib idilər. İkincisi, şahzadə Şəhribanu bu müqəddəsliyi öz qanında, öz nəslində daşıyırdı. Və üçüncüsü, onun İmam Hüseynli evliliyi sanki bir körpü rolunu oynayaraq bu qədim Fars legitimliyini simvolik olaraq yeni Şiə imamlarına ötürürdü. Və işin ən maraqlı tərəfi, ən vacid ipucu da budur, bu evlilik hekayəsi hadisələrin özündən yüzillər sonra təxminən 9-10-cu əsrlərdə yazılı mənbələrdə peyda olmağa başlayır. Bu fakt bu hekayənin sonradan müəyyən bir mədəni və psixoloji ehtiyacı ödəmək üçün yaradıldığı fikrini demək olar ki, təsdiqləyir. Beləcə bu mif, ərəb fəthini bir son, bir məğlubiyyət kimi yox, tam tərsinə Fars şöhrətini yeni bir İslam kimliyi içində qoruyub saxlayan bir birləşmə kimi yenidən təqdim etdi. Bu, bir millətin məğlubiyyət travmasını alıb, onu bir şərəf və davamlılıq hekayəsinə çevirməyin həqiqətən də dahiyanə bir yoluydu. Bəs yaxşı, bu qədər güclü bir mədəni hekayə necə oldu ki, zamanla bütöv bir imperiyanı formalaşdıran siyasi bir alətə çevrildi?
Bu sualın cavabı bizi Səfəvilər dövrünə aparır. Bu zaman xəttinə baxanda hər şey aydınlaşır. Fikir verin, əfsanə Səfəvilərdən əsrlər əvvəl yaranıb və insanlar arasında yayılıb. Lakin 1501-ci ildə Səfəvilər hakimiyyətə gələndə bu hekayəyə sanki yeni bir nəfəs verdilər. Onu sadəcə bir rivayət olmaqdan çıxarıb, qurduqları yeni dövlətin, yeni milli kimliyin təməl daşına çevirdilər. Səfəvilərin strategiyası, deməli, həqiqətən də dörd bir tərəfdən düşünülmüşdü. Gəlin baxaq, onlar nə etdilər? Birincisi, dedilər ki, artıq dövlətin rəsmi dini şiəli idi. Vəssalam. Bu addım dərhal onları qonşuluqdakı güclü Sünni Osmanlı və Özbək dövlətlərindən kəskin şəkildə ayırdı. İkincisi, Aşura kimi matəm mərasimlərini təşviq etdilər, bunu kütləvi bir hadisəyə çevirdilər. Beləcə, xalqı İmam Hüseynin kədəri ətrafında bir yumruq kimi birləşdirdilər. Amma bütün bu strategiyanın ürəyi, mərkəzi nə idi? Əlbəttə ki, Şəhribanu hekayəsi. Çünki bu hekayə Səfəvi şahlarına elə bir legitimlik, yəni hakimiyyət haqqı verirdi ki, bu inanılmaz idi. Onlar eyni anda həm qədim Fars şahlarının, həm də Peyğəmbər nəslinin varisi olurdular. Təsəvvür edirsiniz. Bütün bunları dinlədikdən sonra ağla bir sual gəlir. Bəs niyə məhz İmam Hüseyn? Niyə məhz o, İran kimliyinin və sədaqətinin mərkəzində bu qədər möhkəm, sarsılmaz bir yer tutur? Cavab çox aydındır. Məhz bu hekayə sayəsində Hüseyn sadəcə dini bir şəhid olmaqdan çıxdı, daha böyük bir fiqura çevrildi. O, eyni zamanda qədim Fars müqəddəsliyinin, yəni o bayaq danışdığımız Xvarnanın da varisi kimi qəbul edildi. Beləcə, o iki dünyanın qəhrəmanı oldu. Və bu hekayənin təsiri bugünə qədər həyatın hər sahəsində hiss olunur. Dini baxımdan Hüseyni fədakarlığın ən uca simvoluna çevirir. Sosial baxımdan Aşura kimi mərasimlər milyonlarla insanı ortaq bir kimlik, ortaq bir kədər ətrafında birləşdirir. Siyasi baxımdan isə bu hekayə dini nüfuzu milli mirasla qovuşduraraq hakimiyyət üçün çox güclü bir legitimlik mənbəyi olmağa hələ də davam edir. Və gəlin söhbətimizi hamımız üçün universal bir sualla bitirək. Bu hekayə bizə bir daha xatırladır ki, bəzən bizim kimliyimizi formalaşdıran şeylər quru tarixi faktlardan daha çox bizə məna verən, bizi bir araya gətirən güclü hekayələrdir. Bəs bizim kimliyimizin nə qədəri belə hekayələr üzərində qurulub?